Namazdan sonra dua yoxdur da. Namazın içində. Namazdan sonra dua xüsusi yerdir. Gözəl yerlərdəndir. İcabət üçün yerdir. Deyirsənsə bu yoxdur qardaşım. O zaman Peyğəmbərimiz sallallahu əleyhi və səlləm Yoxdur. Yoxdur. Namazdan sonra əl açıb dua etmək olmaz da. Yəni azan və iqamə arası, məsələn məsciddə görsən qardaşlar dua edirlər. Olmaz da yəni. Hə? O icazəlidir qardaş. Olmaz nədir? Müstəhəbdir. Əksinə daha azan və iqamə arası. Amma əl açıb dua eləmək. Əlbəttə icazəlidir, müstəhəbdir. Şək yoxdur. Azan iqamə bax qardaşın dediyi odur. Bax Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, Allah həyyundur. Həya edəndir. Bəndəsi ona əl açıb dua edəndə boş qaytarmağa həya edir. Bu ümumidir yoxsa yox? Ümumidir. Alimlər buradan tutub deyiblər ki, duanın qəbul olması üçün görülən əməllərdən biri də əl açıb dua etməkdir. Ya Allah. Hə? Bu bir boyatı yadda saxlar. İkinci, Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, azan iqamə arasında olunan dua rədd edilmir. İki, bu hədis gəlmişəm yerdir. Dua edirəm. Bu birinci hədis var idi, onu tətbiq eləmək istəyirəm. Qoymursan məni. Sən qoymursansa məni, sən mənə dəlil gətirməlisən ki, qardaş, əl açdın. Niyə əlimi açdın? Yox, sən dəlilin yoxdur buna. Amma mən əlimi açıramsa, dua edirəmsə, mən dəlil? Hədis. Rahat. Amma sən gəlib deyirsən ki, Rəşad qardaş, o hədisi burada tətbiq eləməyə icazə vermirəm sənə mən, hə? Niyə? Sən mənə dəlil gətirə bilməyəcəksən onu. Heç kim dəlil gətirə bilməz ki, mən ümumi əl açanda edilən duanı, hansı ki onu mən tətbiq edirəm, əməl edirəm. Mənə deyirsən ki, yox, yığışdır bunu, əlini açmadan elə. Bunu heç kim sənə dəlil gətirə bilməz, qardaş. Rəşad müəllim, bəs əksi. Aydın oldu axı? Adam var, əlini açmır, sadəcə oturub, azan iqamə arasında. Var da adamın Bəli. Bəli. Özünə şeydir ki, birdən təkəbbür görərlər ki, bu adam Bəli. görsün. Sakitcə oturub belə dua edir. O icazəlidir. Gözəl. İcazəlidir. O da icazəlidir. Bəli. Amma qardaş dediyi kimi əl açıb dua etmək olar ki, əlbəttə olar. Heç bir problem yoxdur. Gəldin məscidə, sübh tutalım. Sünnəni qıldım. Üzr istəyirəm axı, bir dənə çox. Yağış yağanda edilən dua. Anladım. Yox. Yağış yağır. Əlimi açmışam. Gəl bir sən qardaş, şu əlini niyə açırsan? Hədisim var. Sən deyirsən ki, yox, bağla əlini. Sübut, dəlil, burhan. Niyə? Hədisə əməl edirəm, qoymursan? Aydın oldu Emil? Qoymayanlar nə etsin? Ziya bilər. O qoymayanlardandır. Qoymayanlardansan axı. Niyə? Mən elə bildim, cəmaat içində azan və iqamə arası əl açıb dua eləmək. Niyə? Bəlkə Teymur dediydi. Yəni adamlar məsələn utanır, o xoşu əldə edə bilmir, rahat ola bilmir. Ha oldursa bu problem yox, qayıdır sənin özünə. Amma yox, olmaz əl açıb dua etmək. Bu problemdir, ciddi problemdir özdə qardaş. Hə? Belə yayılır. Nəyə əsasən? Belə gəlməyib. Belə Yəni, aysa. bəzən Gəlməyib nədir? Gəlməməlidir ki. O gəlməməlidir, Emil. Hədis gəlib, əl açmaq. Onu əməl edirəm. Sən qoymursan. Dəlil. Dəlil. Əl açıb dua edirəm, yağış yağır. Qoymursan. Niyə? Rəşad müəllim, Bax axı, gecə namazı, gecə saat ortasıdır. Coful leyl. Cof ortası da. Gecənin ortasında edilən dua məqbuldur. Allah, Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, Rəbbiniz dünya səmasına enir gecənin 3/1. Düzdür axı? Allah enir. Nə deyir? Dua edən varmı? Duasına cavab verim. Bu hədis var. Əl açanda edilən dua. Gecə oyanmışım, əlimi açıram. Təklikdə ayrıdır cəmaat. Qardaş, o ümumiyyətlə dəlil yoxdur ona. Təklikdə olan cəmaat içində olmaz. Yaxşı, mən azan iqamə arasındayam. Azan iqamə arasındayam. Azanı vermişəm. İqaməni verənə kimi evdəyəm, əlimi açıb dua edirəm. Təklikdir. Onda olar? Onda olar? Yəni söhbət o cəmaatın çoxluğundandır. Qardaşım, buna dəlil yoxdur. Boş şeydir, qardaş. Onu yaddan çıxar. Onu yaddan çıxar Ziya. Yaraşmır sənə.